Salam, hər vaxtınız xeyir olsun. Dəyərli və əziz izləyicilərimiz, hörmətli Elmir Almaç kanalının izləyiciləri və alıcılarımız, sizlərə Şüvalanda şəxsi olaraq inşa edilmiş bir bağ evi təqdim edəcəm. Bağ evində hal-hazırda neçə illərdir, neçə illərə çatmayayım, arası 1-2 ildir, 4 fəsil yaşayırlar. Xarici vətəndaşlardır. Sizdən çox xahiş edirəm, indidən deyirəm. Bax, çəkilişin əvvəlinə, evin içərisi biraz dağınıqdır. İstəmədim ev yiyəsin, yoram, tez bazar bir, əslində eləməliyəm, səliqəli düşsün, amma çox dağınıq olduğu üçün ev sahibinə dedim ki, belə çəkəcəm, çıxacam, elə çəkəcək ki, indi Elvin qardaşımız elə çəkiliş eləyəcək ki, burada o dağınıq yerlər çox düşməsin, inşallah. Amma ki, bu evi siz görməyiniz lazımdır. Niyə deyim sizə? 6 sotdur, 5 otaqdır, 3 sanitar qovşağı var, 4 yataq otağı, 270 kvadrat, qiyməti 390 min manatdır. Bütün əşyaları ilə birlikdə qab-qaşığına qədər paket kupçadır. Torpağın da evində kupçası var. Bütün kameralar, bütün işıq, qaz, su, işıq, internet, hər bir şey mövcuddur. Avtomatik olaraq darvazası var, pultla təhciz olunmuş, sırılır, açılır. Evin həyətinə keçirik. Maşallah, qəşəng, geniş, böyük bir evdir, paket damdır. Evin sol tərəfində yaşıllıq zonası var. Tam mərkəzində, evin tam mərkəzində hovuz, isti hovuzdur. Qış aylarında 30-35 dərəcə istiliyi verir. Keçək, bu evin ön hissəsidir. Ora verandadır, mətbəxdən qonaq otağından çıxışdır. Oranı mən sizə evin içərisindən çıxıb təqdim eləyəcəm. Evin əsas giriş hissəsi isə bu tərəfdəndir, mərkəzdəndir. Yaşıllıq düz axıra qədər davam edir. Evin arxa hissəsində texniki otaq var. Texniki otaqda hovuzun kombi aparatı ayrı, evi isitmə kombi aparatı isə ayrı yerləşir. Dəyərli izləyicilərimiz, mən istəmədim tam oradan girim. Üstünki istəyirəm ki, evin ümumi giriş hissəsindən mən evin içərisinə keçim ki, siz də görəsiniz ki, ev hardan başlayır, harda bitir. Bura evin qarşısında olan ümumi giriş hissəsidir. İndi isə biz evin ümumi giriş hissəsindən, ümumi giriş qapısından evin daxilinə keçirik. Keçək evin daxilinə. Evin ümumi giriş hissəsi. Dəhliz, geniş böyük bir dəhlizi var, əziz izləyicilərimiz. Bir daha söyləyirəm, gördüyünüz evdə qab-qaşığına qədər hamısı qalacaq. Paket kupçadır, sənədlərdə qiymət start olaraq 390 min manatdır. Keçək bir-bir sizlərə otaqları göstərim. Baxın, bu tam mərkəzdə yerləşən ümumi kiçik bir sanitar qovşağıdır. Ayaq yoludur, burada duş yoxdur. Sonra keçirəm. Yan-bayan 2 dənə yataq otağı. Buyurun. 1, 2. 2 dənə balaca burada oğlan uşağı var. Dağıdıblar evi. Dağıdıblar, söküblər. Burada da bir yataq otağı. Tam mərkəzdə bir dənə geniş, böyük bir televizor. İkinci yataq otağı. Yenə tam mərkəzdə yerləşən zaqquzili bir dənə geniş, böyük bir hamam otağı. Kondisioneri. Bütün kondisionerlər hamısı mövcuddur. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bura yenə yataq otağı, kondisioneri, bütün əşyaları, maşallah geniş böyük bir televizor. Özünün yataq otağında yerləşən sanitar qovşağı. Buradakı qardırob otağıdır. Evdə bir daha söyləyirəm, 4 dənə yataq otağı, 3 dənə sanitar qovşağı mövcuddur, paket sənəddir, ev satılır. Ona görə satılır ki, bir daha söyləyəm, ev sahibləri xarici vətəndaşdılar, işləri ilə əlaqədar olaraq köçürlər, xaricə köçürlər. Onun üçün satılmalıdır ev. Maşallah, geniş, böyük bir qonaq otağı ilə birlikdə mətbəx otağı. Mətbəx otağına bax, görün nə boydadır. Bu ailə, maşallah, xarici vətəndaş olmaqlarına baxmayaraq, hamısı yeyib içəndilər. Tam mərkəzdə yerləşən böyük, geniş bir ada. Qaz sobası buradadır, hava çəkəni var. Bütöv olaraq sobalar, bütün xaladenlikdir, soyuducudur, paltar yuyandır, qab yuyan maşında olmalıdır, görmədim. Bir də burada, mətbəxin yan hissəsində belə bir əl damı kimi mətbəxdən çıxan bəzi əşyaları ora yığmaq üçün bir otaq ayrılır. Maşallah, qonaq otağıdakı burada belə bir ayrılıb. Bir də ki, evin qarşısında hovuz tərəfdə üstü bağlı, geniş, düz hovuza baxan veranda var. Evin qarşısında.
belə bir torcuqla da bağlanıb, həm də bunun pəncərəsi HBŞB sisteminə yığılıb, açılır, bağlanır. Əziz və dəyərli izləyicilərimiz, sizlərdən çox xahiş edirəm, əgər kimlər ki, sezon gələcək, indi sezon bitir və yaxud da 4 fəsil yaşamaq üçün belə böyük, geniş bir ev, bir bağ evi istəyirsə, bizi ilə əlaqə saxlayın. Vallahi sizə deyirəm ki, bu ev gəlib burada, bunu alıb, buna biraz əl gəzdirib, təmizləmək, bəzi yerlərini düzəltmək çox qəşəng və gələcəyinə sezon başlayanda bunun qiyməti mən bilirəm ki, bilə-bilə də sizə deyirəm ki, bütün bu əşyalarla, bütün bu abstanovkanla, necə deyirlər, hazır olan bir şəraitlə sizə gəlir də gətirə bilər. Təşəkkür edirəm bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.